pensiyadır bu ay kızım. 20 manat 30 manat pensiyanı kaldırır 8%, 9%. Bu boyda devlete bu yaraşar böyle bir şey. En minimalli insan burada 800 bin manattan aşağı pensiya almalıdır. Bu cürə gazı olan devlet, nefti olan devlet, kızılı olan devlet. Her şeyi var bu. Ne kadar 10 milyon ahalinin burada 3 milyon ahali var, 4 milyon. 3 milyon Rusya'da yaşayır, 1-2 milyon da haricdə. Nədir bu 5 milyonu burada bu devlet saxlayabilmir? Saxlayabilmir. Girsin dükkana görüm o 500 manatla o bazarlıq eləyə bilər orada. Bir dənə balnitsə gelirsən her yer platnıdır, her yer platnı. Bir dənə havayı bir şey yoktur. Sonuçta o da ağsaqqal da gedir. Görüm necə yaşayır. Cemaat sürünür burada kızım, bu yaşayış deyil. Baxsın Avropaya necə yaşayırlar insanlar. 300 necə manat, çox eləsin 3 gün, 4 gün. Toyuz adı demirəm, ha, giyimi demirəm. Heç yeməyə bu çatan şey deyil. 22 manat ətin kilosudur. Dərmanlar bir dənə apteka girirsən, burada aptek var o tərəfdə. Bir dənə apteka gir, 3 dənə dərman alanda 130-140 manat pul eləyir. Hamısı xəstədir. Yeməklər hamısı pis, giydirmə, hamısı pis yağlardan verilmiş insanlardır. İnsanlar burası məhv edirlər burada insanları. Burada yani cemaat kırılsın, 1 milyon varlı devletli insanlar yaşasınlar. Necə o vaxtı Moskvada Luşkov mer Moskva derdi ki, Moskva для богатых людей. Для богатых людей. Yerdə qalanlar hamısı çıxmalıdır, ölməlidir, oblastı. Burada da bunlar belə şərait yaradırlar.